Salam, hörmətli izləyicilər. Uğurlu gün diləyirəm hər birinizə. Deməli, biz keçən dəfə paylaşmışıq Paltaryanın paraşüt qabının yuyulması ilə bağlı video və ora çoxlu xoş rəylər gəlib, paylaşımla bağlı. Buna görə biz də sevinirik, oxuyuruq rəyləri, şad oluruq. Ancaq bəzi suallar da var, orada xanımlar bizə ünvanlayıb. Bunlardan biri də odur ki, usta, Paltaryan paraşüt qabın o hansı maddələrlə təmizləyirsiniz? Baxın. Biz orada istifadə edirik bu formada satışlarda olur netlərdən. Hansı ki, bunu demək olar ki, istədiyiniz mağazinlərdən tapa bilərsiniz və narahat olmayın, bu net paraşüt qabını əritmir. İkinci sual bundan ibarətdir ki, bu paraşüt qabını necə çıxardırsınız, necə ayırırsınız? Baxın, bunu arxa tərəfə çevirəndə burada gördüyünüz kimi 2 dənə şpilka var. Baxın, onları bu formada basırıq atverka ilə. Birinci dəfə də çıxır, ona görə biraz sərt çıxa bilər. Bu da ikincisi. Əssalam, bu formada rahat çıxarda bilərsiniz. Deməli, bizə çünki lazım olur əsas burada bunu yumaq. Hal-hazırda da və bir sual da bundan ibarətdir ki, daha doğrusu inanmayanlar var ki, paraşüt qabını dəyişdirmişsiniz, əvvəlki paraşüt qabı deyil. Baxın, təzədən sizin üçün başqa bir paraşüt qabı göstəririk. Yəqin ki, kirəci fərqindəsiz nə qədər qalındır. O cümlədən arxa tərəfi. İndi biz bunu sizin gözünüz qarşısında təzədən qoyacağıq qaba və başlayacağıq əlavə eləməyə niti. Ancaq bu proses zamanı çox xahiş edirəm, diqqətli olun. Üstünüzə dağıtmayın, əlcək taxın, maska taxın ki, sizi zəhərləməsin. Və əlavə edirik. Zaten elə birinci dəfə nefti tökən kimi reaksiya başlayır. Artıq müəyyən qədər ərklərdən əridir. Ancaq təbii ki, daha yaxşı, daha keyfiyyətli nəticə üçün bir neçə saat qalmağı məsləhətlidir. İndi hal-hazırda saat 11:00-dır. Əlavə eləyirik netləri. 3 saatdan sonra da inşallah sizə nəticəni göstəririk. Təbii ki, ərpə miqdarına görə 3 saat, 5 saat, 6 saat bu müddət dəyişə bilər. İzləmədə qalın. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkürlər. Yekun nəticədə paylaşılacaq sizinlə. Artıq demək olar ki, 3 saatdır paraşüt qabı qalıb netin içində. Yəqin ki, aradakı fərqi siz hiss edirsiniz. Necə yumşalıb. Paraşüt necə çıxır? Demək olar ki, güclü təzyiq eləməyə ehtiyac yoxdur. Paraşüt özü qaşınıb çıxır. Arxa tərəfini də sizə göstərək. Yəqin ki, artıq fərqi hiss edirsiniz. İndi bunu təmizləyib yekununu da sizə göstərəcəyik. Ən sonda izləmədə qalın. Gördüyünüz kimi qab artıq tərtəmiz gül kimidir. Ümid edirəm video sizin üçün faydalı olar, yararlı olar. Yəqin ki, ətraflı şəkildə artıq gördünüz proses necədir, hansı maddələrdən istifadə olunur və neçə saat netin içində qalmalıdır. Biz təxmini 5-6 saat saxladıq. İndi qabın çirkliliyindən asılı olaraq siz daha çox saxlaya bilərsiniz. İzlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.